Salam qızlar, hər vaxtınız xeyir. Dünənki videonu bitirdim. Dedim durayğas olması, üşənmə, ərimə. Təzə bir video başladı. Mən çiçəklərimə baxın, maşallah. Nəyə görə video açdım? Çox suda. Dedim gedim simarozyalara baxım görüm hələ. Üstündə nə var, nə yox. Bu deyəsən tum olub, yoxsa nə olub, başa düşmədim. Bu bunun tumud deyəsən. Qoy görək nə olacaq. Bunlar da ölmüşdülər, yox idilər, təzə çıxırlar. Belə işlər. Birinci xartuta baxım, sonra gedim simarozyalara baxım. Bugün yolda evə gələndə yadıma düşür ki, simarozyalar, yenə qurt düşüb. Yenə qurt düşüb tuta. Bu nədir? Keçən ildən bu dadanıb. Heç tut yoxdur demək olar ki. Çox azdır, bir-iki dənə üstündə. O da qurt düşüb. Neyse. Ay maşallah, bu gül burada nə qədər bitir. Ya Allah. Şöyle yavaş-yavaş qaralır. İki günə, 3 günə yığmaq olar. Bu dəfə yığdıqlarının hamısını mürəbbə eləyəcəm. Çünki qışda qəşəng çayla içdik. Maşallah, bu il mən xəstələnib eləmədim. Ancaq diz ağrısı, ay Allah, bu nə, bu da qırdım. Diz ağrısı, ayaq ağrısı belə keçirdim. Amma çox şükür belə qripsad olmadım. Bu sabah yığım mən. Bu şey tökülürlər bəziləri. Ya altına xeyli tökülür. Sabaha zada yığım mən bunu. Yəni ailəndən başlı açsan, yığarsan, olmaz sabah. Turş dələ, içi yetişməyib. Hansısa qonşunun səsi ilə gür gəlir ki, bu. Var da qəşəng böyüyüb. Bu gətirməyib Feyxa. Niyə gətirməyib? Heç bir dənəsini də gətirməyib. Amma bu xeyli gətirib. Feyxanın çiçəyinə baxın nətər olur. Xeyli gətirib bu maşallah. Həyətimizdə gəzdiyimizə görə evə gedə bilərik. Yazıq kaktus sürmüşdü, təzdən bitdi. Yenə gül açacaq, üstündə qönçəsi var. Ha nedir? Ay gelsin balacığı, bu gelsin balacığı. Ha. Gel. Ha. Hani kim? Hani babası? Can, Danaşko. Gel. Danıştı. Gel ya kızım. Gel. Hani babası? Hay Ayşe. Gel. Kucu. Diyor. Kucu ya. Al. Ay yalım benim balaşkım. Benim danışkım. Hani kim var? Ha. Bu kimdi? Şabanış xeyir denir. Şabanış xeyir, mən çıqılı balam gəlir. Anacığım, kızım. Ay nənəmin ürəyi, ay nənəmin çiçəyi, can. Axşam gələndə mənə baxır, bilib qəribə baxır, istəmirdi məni. Elə bir yorğun idi, yuxulu idi. Demək Şabanış xeyir, nənələr.
Ah xalələr. Ahım dağlara nə oldu qurban olun. Az qopdu saçım. Ay nənəsi, ay nənəsi. Hani mənim balam? Hani mənim çiçəyim? Hani mənim gülüm? Mən balam kaşa yedi. Hə başına dönüm. Hə başına dönüm. Can. Ağzın suyda dayanmır. Nədir o? Qarğa. Qarğanın səsi gəlir, ora baxır, elə bir çaynik demir. Nədir o? Buraların gününə baxın. Mən də badımcan təmizləyirəm. Nə təmizləyir nənəsi? Nənəsi nə təmizləyir? Axşam nətər gətiriblərsə, bir dənə südü pişirmişəm. Bir də xiyar pomidor saatı yığdım xaladilnikə ki, xarab olmasın. Amma badımcan çoxdur, yer yoxdur. Dedim onu belə, baxın belə, biraz soyuram. İndi arasını çərtib, biraz duzlu suda saxlayıb, qızardacam, göstərərəm sizə. Hə? Butuq. Ay, Allah sənə bax oradan izləyən, ürəyi təmiz olan, sənə maşallah deyən, ürəklərində sənə, dillərində sənə yaxşı nə deyirlərsə, bax onlara qismət olsun. Olsun. Hə, başına dönüm. Kimdir o? Bax, nənənin pəncərəsi belədir. Hamını görürsən. Oradan 2 dənə kişi keçir onlara bax. Kimdir başına dönüm? Qurban olmaz səni. Hələ saçın başını daramayıb. Nədir o? Görsən hər şey var. Zooparkda it var, qarğa var, göyərçin var. Hər şey var aynı. Nədir o nənə qurban? Göyərçindir. Onlar nənə çağırır ki, gəlmə bizə yemək ver. Nənə onlara hər gün yemək verir. Son. Ayca. Arxadan da saçımı qopardır. Ayca. O sənə qurban olmaz. Can, nənənin yüreği. Nənənin çiçeği. Ağzından axan o suya qurban olsun nənə. Ağzından axan suya, seliyə qurban olsun nənə. Nədir? Nə görmüsən? Qopraya arxadan saçımı qopardır, inanırsan, var gücü ilə dartır. Boğla qızım. Gedəyim amma əlini dəyişsin. Belə baxanda kopyerim danışılardı, belə gözünü aldı. Haydi. Axdı getdi, üstü başı istandı. Gedək əlini dəyişək. Sonra bu şeyini dəyişsin. Bu şeyini dəyişsin. Baxmalım. Mən bunu duzlu suda saxladım, qəşəng. Yudum tərtəmiz, vaxtım yoxdur deyə duxovkanın istində eləyəcəm. Vaxtım olsaydı tavada eləyərdim. Amma fərq yoxdur. Tavada qızartdınız, yoxsa duxovkada qızartdınız. İndi bunların üstünə kislə hamısına bir-bir yağ çəkəcəm. Belə qəşəng yağlı qızarsın da. Ondan sonra biraz üzü qızarandan sonra tərs döndərəm. O birisi tərəfinə yağ kislə qəşəng çəkəcəm. Vəssalam 250 dərəcədə duxovkada qoyuram. Qəşəng qızarsın. Ondan sonra qızarmağın özünüz görərsiniz, istədiyiniz qızarmaya gələndə daha duxovkanı söndürün. Bunu qoyun, mən sonra keçib xırdalarını eləyim. Balacaları da var. Onları dolma üçün yox, belə salat eləyirəm qatıqla. Bax, həmin onu üçün eləyəcəm. Bunu tez-tez eləyim, vaxt yoxdur. Nərgiz üçün tort eləmək istəyirəm, bilmirəm. Sağ-salamat gəlsin, Nərgiz çıxıb oradan. Axşam saat 8-ə gələcək, səhər tezdən bizim saatdan saat 6-da çıxıblar. Görək inşallah xeyrisi, amma istəyirəm tort eləməyi, bilmirəm, çatdıracam, çatdırmayacam. Hələ südüm var burada, pişirib qoymuşam, bunu qatıq çalmaq lazımdır. Aləm dəyib kuxnyada bir-birinə, inanın. Amma çatdıra bilmirəm heç birin. Bir-iki tən qablarım çıxmışdı, tez onları yudum. Bu içindəki də o qədər buxarlanmış ki. Bu da qızarıb söndürmüşəm ki, biraz da içində pişsin. Bu belə, yenə maşın işləyir. Bu da belə qəşəng qızarıb. Kameradan belə ağ görsən, amma qəşəngdir. Tam kıvamında pişib. İndi bunlar biraz soysun, sonra yığacam saxlama qabına. Üstün qəşəng streçlə örtürəm, qoyuram buzxanaya.
Belə qablar olanda mən bunları atmıram. Elə olur Sevkan qrey zad alır. Onları atmıram. Yuyub saxlayıram. Ya şirniyyət zad alır. Nəsə də axırı ki alanda. Bunları qəşəyə bunun içinə yığıram. Dolma üçün eləmişsinizsə səliqəli yığın ki, əzilməsin. O birisi belə salat üçün eləyən əzilsə də olar. Bu əzilməsin həyətdə. Qəşəng yerləşdirək. Aylin getdi yatmağa. Daha doğrusu yatdı. Tezdən durur. 6-dan durur. Mən də durmuşdum. Gördüm səsləri gəlmir. Getdim başıma qoydum. Təzdən yatdım. Belə desin bir qaba getdi hamısı. Belə bana getdim. Yaxşı oldu. Bir qabda olsun, o birisini də balaca yıqarım. Belə üstündə beşə tam soyuyandan sonra streçlə bükəcəm, qoyacam xaladelnikə. İçindəkini çıxardım. Bu da belə. Şöyle tam soysun yığım. Mağazinə getməliyəm, şantizə alacağız. Görür, sakit ol, bəbə yatım. Gəl, dur, gəl. Örtmək qoyunan qapısına, birdən duraraq ilər, eşitmək onu qoyunan. Bu tərəfindən gəldim. Zibilimiz var idi, atdım, gedirəm Almarketə. Yəqin uşaqlar düzəldib oynayıb. Ay ya, nə qəşəngdə düzəldiblər. İsrail Araz marketə baxdım, şanti yox idi orada. Nərgiz qaymaqlı tort qətiyyən sevmir. Hələ qaymağın belə çox eləyəndə heç sevmir. Oy, gedim görüm, çələkli şanti tapsam, alam qəşəng. Əlimdə zibil götürmüşdüm deyə, birbaşa elə keçdim bu birisi tərəfə də. Güya evdə fikirləşirdim ki, nədir, həyətdəki meyvə tərəvəzdə baxım çiyələk var. Burada da olur meyvə tərəvəz. Baxıram hansında olsa alaram. Amma göy fikrimdə tutmuşdum ki, orada baxım, əgər orada yoxdursa buradan alım. Siz inanırsınız, ölmüşdüm. Hələ qıxılya gəzirəm. İlk dəfədir həyatımda elə bir şey olur. Nəsə boğazımda, zadımda qalıb, amma belə nəfəs boruma. Allah uzaq eləsin, Allah uzaq eləsin. Uşaqlarda olanda ona görə uşaqlar nəfəslərini tənzimləyə bilmirlər. Qayıtmır, nəfəsim alıram, verə bilmirəm. Elə bil verəndə orada ilişir qalır. İnanın, yarım saat özümə güclə gəldim. Allah heç bir uşağa göstərməsin, heç böyüyə də göstərməsin. Böyük özünə nəzarət eləyir. Amma uşaq vaxt bir şey. Hava deyirəm nətər sırası dönür. Mən çıxanda əməlli başlı istəydi. İndi bir yağış atır. Bugün göstərir 45% yağış. Deyirəm buradan çiyələk alım. Olmaz buradan nətər alırsın. Heç 1 manat pulum yoxdur. Pul kartdadır da orada həyətdəki mağazinə kart ata bilirik. Qəşəng çiyələk var. Həm Almarketə girdim, həm Obiyə girdim. Obadakı qızla dalaşdım, çıxdım. Dalaşdım deyəndə ki, mən dalaşmadım. Mənə trip ata danışır. Nəysə. Gedək görək həyətdə inşallah ki,
çörək olar. Olmasa neyniyim? Gəlin bunlardan alım. Deyim ki, gedim evə çatım. İnternetim açılsın, kartı uzatım. Amma məncə bunlar kart işlətmirlər. Oy. Belə işlər. Markete girirsən bir dənə şey üçün. Çıxanda 1000 dənə şey alırsan. Lazımlı, lazımsız. Amma yox, lazımsız heç almamışam. Lazımları almışam. Obada un yox idi. Çəki ilə. Pesok yox idi. Qız elə qəşəng mehriban danışırdı ki, səhvlərini tutanda elə içlərindən cin şeytan çıxır. Vallahi insan balasını tanımaq olmur. Hə, gəl. Gəlmişəm ki, bu oturub belə mamasının qucağında. Maması da saçını darır. Bunun darağına zadına bax. Anacığım, bu nədir belə? Bu nədir boşuna dönüm? Hə? Darağı da dəsdir. Bunun şortikinə, zadına bax. Maması nələr alıb ailinə? Ah qızım, bunlar nədir belə? Bunlar nədir? Boşuna dönüm. Hə? Can. O senin qurban olum mən. Ne maması saçını daramışdı. Belə eləmişdi maması. Hə? Bu hara gedir belə bəzənib? Bugün səhər neçənci paltarda? 4-cüdür, 3-cüdür geyinib. Həyatda buradan yürüyorum, buradan quruyur. Kör mamasına bax. Asiye'de bu çıklı canına nenem qurban olsun. Videodan iri düşür. İnarsınız knopkadır, knopka. Knopka. Bir qıdım canı var bunun. Bir qıdım canı var. Hə Nazım? Hə, axşam mən istəmir Seyidxanı istəyir. İndi səhərdən mənimlə mehribanlı. Seyidxanı gördü sərsər bir belədir. Hə? Ağzındakı suyu yanmır. Fartuk taxıb maması. Mən çıxartdım. Hə? Ben indicə giyinmişdi, restlatdı. İstidir, yaxşı, yoxsa mən istiləndim. Yox, istidir, yaxşı, qusacaq. Qusmağı da əlindədir. Gəl. Açıya qurban olmaz. Açıya qurban olmaz. Nazım. Qızım. Can qopdu, getdi. Hə? Denən, nənələr. Nənəmin sağ əli sizin başınıza, sizin də nəvələri sizin saçınızı qopartsın. Hə? Sizin də bebeşqalarınız sizin başınızı qopartsın. Hə, təsdiqlədi. Hə, Nazım? Hə, hanı zakolkalar? Bunu vurarsan. Bunun zakolkasına zərbinə bax. Bunun zakolkasına göstər zakolkanı. Ay Allah. Bu ne güzellik. Çiçeğim. Böceğim. Ay. Bu taktı gülünmüş or. Hə. Gedək həyətə, sən aparım həyətə. Hə? Gedək həyətə. Bir dənə başı var, başı. O da saçına görədir. Bir dənə başı var. Başı. Yoxsuz bana deyil, təzə çıxardır. Bir həftə zaten bu səsləri çıxardır. Hə? Eləməyəm, qusarsan indi. Öyür, əlini soxrar. Təzimliyə vermiş. Neydi qızım? Səsin xoşuma gəlir, öz səsini kəşf edir. Sabah balama həkim. Rəsəbləşdim. Az qopdu saçım. Biraz da möhkəm danışan kimi qorxur. Parmağını axtaralım. Tapa bilmədim. Tapa bilmədim parmağı. Hə, gəldim. O söndürəcəm. Gəldim evə, gəldiyim bəlkə bir saatdır. 1 saat abi ilə danışdıq. Aylin xanım xalası ilə danışdıq. Biraz Aylin'i oynatdım. Nəysə,
Verdim mamasına. Dedim saat 11 olub. Haçan pişəcək bu tort, haçan əmələ gələcək bilmirəm. Bir dənə belə ilk dəfədir belə şant alıram. İnşallah ki, yaxşı olar. Başqası yox idi obada. Bir də belə Aylin üçün gerxules aldım. Bunu bir dəfə xırdalı, amma məncə bir dəfə də üydərəm. Çünki belə bir damcı, iri nəsə ağzına gedəndə yeyə bilmir. Hə, bir də bu maya endirimliydi obada. Bunu aldım. Qıza deyirəm ki, oradan götürmüşəm Nesli'nin kaşasını Aylin üçün. Endirimdədir. Deyirəm ki, bu oradakı qiymətdir. Nəysə onun üstündə deyir ki, yox, elə bir 2 manat 20 qəpik bahasını deyir da. Deyirəm ki, niyə belə edirsiniz ki? Bayaqdan məndən çox mehriban danışır. Nəyə soruşuram, qəşəng-qəşəng yerin deyir, oradadır, buradadır. Qızın elə bil ki, içindən cin çıxdı ki, bunların səhvini tutmaqda. Belələri deyir, hələ bunu fəxr bilirlər. Yəni, biz müştəriləri aldatmağa özlərinə fəxr bilirlər ki, deyir ki, mən deyir, bütün marketlərdə işləmişəm, oba yazığının adı çıxıb, bütün marketlərdə işləmişəm, hər yerdə sizi aldatırlar. Deyirəm, bu yaxşı bir şeydir, aldatmaq yaxşı bir şeydir. Sən bunu yəni normal qəbul edirsən, sən də mən kimi vətəndaşsan, niyə aldanmalıyıq ki? Hər məhsulda 2 manat olsun 50 qəpik, niyə aldanmalıyıq ki? Deyir ki, bu deyir, şəbəkənin deyir, sistemin deyir, nətər deyir, bu sistemin qayda qanunu budur, nədir? Bunu yəni ki, normal kimi qəbul eləməlisiniz. Deyirəm, niyə eləməliyəm ki? Mənim ayaqlarım şikəst olub o pulu qazanana qədər, mən niyə artıq pul verməliyəm ki marketlərə? Zaten maşallah qazanırsınız da, Allah 1000 qat qazancınıza qazanc qatsın. Mən minnət edir, deyir ki, mən deyir burada, həm deyir işçi, yox, mən deyir burada müdürəm, amma görürsünüz kassiyada baxıram, nə bilim, nəyə də baxıram. Dedim, obanın xadiməsi ilə, xadimə pis mənada xadimə demirəm. Mən də əgər bu işi bacarmasam, gedib xadimə işləyərəm. Burada nə var ki, xadiməlikdə nə var ki? Halal pulla, halal çörəkdə qazanırsansa, istəyir xadimə ol, istəyir nə olursan ol, fərq yoxdur mənim üçün. Halal pullu qazan. O mənada demirəm xadiməlik. Mənim anam xadiməlik ilə bizi böyüdüb. 2 il işləyib, 3 il işləyib, axırı işləyib bizi yemişik də o çörək. Mən xadiməliyi küçümsəmirəm. Yəni demək istəyirəm ki, obanın xadiməsi ilə, polkaya mal vuranı ilə müdürü seçilmir. Bir də nə deyir mənim işçi? Deyirəm, o mənim günahım deyir. Zəhmət çəksin, istəyirsən müdüriyyətəm, zəhmət çək, işçi təyin elə. Qiymətləri dəyişsin. Bütün hamısının üstünə yazdılar, endirim. Biz də deyirik ki, endirimdəsə bu ehtiyacımız olan bir şeydir. Kaşası var ya Aylinin, gələnlər alıblar. De bundan yiyir, Nesli'nin bu kaşasını. Mən də gördüm bu endirimdədir, elə eynisi buydu. Dedim, alın, qoy zapas olsun da, hələ varladı bağlı. Dedim, qoy zapas olsun. Mənə durub hələ minnət edir. Mənim nəyimə minnət edirsən? Nəysə, gəldim buradan çiçəli aldım belə, çox qəşəkdir. Harasa buradan kilo yarımsat olar. Biraz buğda var idi, evdə üşəndim evə girib, olar buğda tökmə. Dedim, elə oradan alım, oradan da verim. Yarısını tökümü verim, yarısı qaldı. Da belə. Sonra Aylinin sport peçeni verir maması. Onu yavaş-yavaş belə tutur əlində. Tam tuta bilmir, amma verir. Bir də mən soda, bir izləyicim yazıb ki, söylüyor. İsti suda soda ilə yod səhv eləmirəmsə yazıb. Yod var idi, sodam az idi, bir paçka soda aldım. Deyir, isti vanna ilə. Bir də onun dedi ki, qızlar sizə. Axşam Anjela dedi ki, uca daha ölürdüm. Ayağımın ağrısından dünən 2 dənə ağrı kəsdi içmişdim. Heç bir даже axşama doğru o ağrı kəsdinin də ikiyə açıldı. Ölürdüm də. Anjela dedi ki, gəl masaj edeyim. Aliyə bacı dedi ki, deyir, bacı mamamda deyir, var idi o. Nəsə gedib həkimə yoxlanın, dərmanda deyir, yazıb. Amma bir də bir litrli sok butulkaları yoxdur, axı ki butulka olsun da. Deyir, onun içinə ilıq su doldurub həkim deyibdir. Ayağın altında o üzə bu üzə belə-belə deyir, masaj eləyən kimi fırlayırmış da. Bugün onu inşallah axşam vaxt eləsəm onu eləyəcəm. Həm də deyir, dərman içirmiş. Deyir, o mamama çox-çox xeyir elədi, yəni ki ağrısızadı, getdi. Axşam Anjela deyir ki, gəl bəlkə masaj eləyim, keçər, bəlkə duz da orada yığılıb. Dünən Aliyə bacıda gördü, deyir, şiş var, şişib də elə bir daban şişib. Anjela deyir ki, şişib əmələ başladı. Mən tam görə bilmirəm də, belə eləyirəm, əyirəm, şiş zat görmürəm, elə biləm düzdür. Nəysə, Anjela xeyla konfre ilə masaj elədi, anası onun əllərinə qurban olsun. Qız başqadır, vallahi qız başqadır, qızı verənə qurban olun. Masaj elədi,
Gördüm ki, xeyli ağrısı elə ki, azaldı. Sonra nədir? Anjelanın əli ağrıdı, daha xeyli elədi də. Dedim ki, Ataş, gəl sən elə. Ataş gəldi, biraz elədi. Sonra dedim ki, Ataş, elə ki, ağrıyan toçqanı tapdı. Dedim ki, Ataş, elə Ataş da ki, oğlan uşağı belə vəhşi kimi möhkəm bastı. İnanın, mən bəlkə həyatımda elə saniyədə çığırıb ağlamamışdım da. O ağrı elə bir bütün bədənimə şiddətli yayıldı. O elə belə ağrı deyil idi. İnansız gözümdən belə yaş tökülürdü. Dəhşətli bir şey də. Yazıq uşaq da pis oldu, ağlama. Nəysə daha ana olan oldu. Anaya bir sirkələnmə gəldi. Ondan sonra nədir? Ataş biraz belə pis oldu. Boğulan fason oldu, getdi otağına. Sonra Anjela yenə biraz masaj elədi. Bugün çox şükür, min şükür. Səhər durandan, bax 7-dən mən ayaq üstəyəm, 11-12 işləyib 5 dəqiqə. Hələ ki ağrı kəsici zad içməmişəm, çox şükür. Ağrıyır, deyim ki, keçib ağrım, yox. Amma yəni elə şiddətdə ağrımır ki, mən ağrı kəsiciyə cumam da. Yazıq mədəm də bugün dincəlsin, heç olmasa. Nəysə, onu demək istəyirəm ki, o masajla elə bir ki, xeylaq, bəlkə də duzdur, nə bilim, inşallah ki, o sümük çıxıntı var ha, o olmaz, ondan çox qorxuram. İnşallah ki, o olmaz. Bir də Aylin belə bananlısını deyir, başqasını yemir. Belə onu aldım, təzə-təzə inşallah yenə alacam. Duz aldım, duzumuz az idi. Bir də bu endirimdeydi, ona görə dedim, dən də bunu alam. Obada nə çəki ilə pesok yox idi, nə çəki ilə un yox idi. Pesogumuz var, amma alırdım ki, yenə də üstünə əlavə edeyim, indi işlədəcəm. Bir dənə belə un aldım, bu un da var, o keksi onunla eləyəcəm. Onu Megastordan almışam, bilmirəm nə undu, adını heç oxumamışdım. O da qəşəng undur. Onu da aldım ki, evdə olsun. Aldıqlarım bu qədər. Bir dənə tez o badımcanları streç edeyim, atım buzxanaya. Buranı biraz əl gəzdirim, başlayayım keksimi pişirməyə. Qızlar, yağışa baxın. Birdən-birə yekə-yekə yağmağa başladı. Tortumuz hazır. Anjela elədi, üstünə 18 yazdı. Buradan da ürəklər elədi. Böğrün başını indi silib təmizləyəcəm. İnanırsınız elə tələsə eləyirəm ki, çatdıra bilmirəm də. Biskvitinə nə vurdum? Bax, bu bir dənə biskvitdir, amma 2 yerə bölmüşəm də. Mənim listim böyükdə axı. Ona 10 dənə yumurta, 2 stəkan pesok, bir də gözə yarı un, belə qatı olana qədər. 2 paçka da qabartma tozu. Əslində ona 2 stəkan un gedir, amma mən ölçmədim, gözə yarı elədim. Qatılığı çox nə duru olmasın, nə də qatı olmasın. Yağ zat heç getmir bu biskvitə, amma o qədər belə incə biskvit olur. İnşallah bir dəfə rahatçılığına sizin üçün çəkərəm hazırlanmasın. İndi tələm-tələsi elədi. Anjela istəyirdi bu damla şokoladla nəsə buna göz zad eləmək. O da yadından çıxıb şanti saxlamayıb. Şantini də nətər hazırladım. 2 stəkan süd, 2 paçka da şanti. Elə qəşəng çırpdım, 2 dəqiqə onsuz hazır olur. İnşallah bir gün sizinlə dediyim kimi eləyərəm. İndi tələm-tələsi elədik. Belə bunu qoyum xaladelnikə, bu özün tutsun. Belə biləm ki, aşağı gəlir. Belə biləm aşağı gəlir bu birinin ayağındakı çiyələk. Qaldırdım da olmur. Nəysə, mən də gətirim tez yemək pişirəm. Bir ton qab yumuşam yenə. Aylinin paltarların, fartukların əlimdə yudum, atdım maşına. İndi kotlet, kartoşka eləmək istəyirəm. Bilmirəm, valla nə iş görürəm, nə inirəm. Bir tərəfdən bitirməyə çalışıram işlərimi. Nə də bitirib başa çıxa bilmirəm. Burada ət donatılmayıb, hələ biraz belə əzişdirdim. Bir dənə də soğan çörkədən keçirtmişəm o kotlet üçün. Deyirəm, duxovkada eləyim. Ən salamatlı duxovkadır. Tez olmağına görə. 5 saat bunun yanında vaxt getirə bilmərəm. Nərgizin rəfiqələri ilə görüşəcəm 28-də. Elə gedəcək aeroporta. Ataş, bu yemək istiləndə ana qurban.
Ya Allah, sən özün kömək ol ya, bizdə içində. Gəlsən kartoşka çox soymuşum. Belə, çox oldu kartoşka. Ev yox, ben bunu doğramışım. Biraz duru yağ. Rətə də qozuyorum bir dəfəni. Biraz sarı kök. Hətta əvvəl kartoşka keçirdirdim tyorkadan. İndi bu duxovkada pişirəcəm deyə buna vurmayacağım. Bunu yaxşı-yaxşı qarışdırım ilə onu da qarışdırım. Qəşəng hazırladım, biber, pomidor da qoydum üstünə. İndi kotletləri düzəldim. Bunu da qoyum üstünə. Bir tərəfdən yemək eləyirəm, bir tərəfdən qabları yuyuram. İnanırsan, mən səhərdən kuxnyadan çıxmamışam. Heç özüm də bilmirəm, nə iş görürəm. Amma çıxa bilmirəm kuxnyadan. Paltar saxlamamışam ki, kiri səbətdə, hamısını yumuşam ki, Nərgiz onu da gətirəcək, xeylaq paltar. Ona görə də heç olmasa evdə kiri paltar olmasın ki, üst-üstə yığılmasın. Bunu deyirəm, elin bəlkə indidən pişirməyim. Biz gedəndə Anjela qoyar pişirməyə, yoxsa pişireyim gələndə istilədim. Yer, bilmirəm. Deyirəm, Ateşgil şaral gətir. Səhər nətər alacaqdım özüm, səhər al marketə gedəndə. Yadımdan çıxdı, nətər gəldimsə yadımdan çıxdı. Deyirəm, Ateşgil burada var, balaca mağazin, oradan bir-iki şaral gətir. Otağı heç olmasa hazırlayaq. Görünü getsə, yaxşı olur. Anjela dedi, heç sənə mən sushi istəyirəm, sushi zakaz eləyək. Dedim, yox, başqa vaxt eləyərik. İndi onu vaxtını tutuzdurub gətirə bilməyəcəklər, eləyə bilməyəcəklər. Uşaq səhər tezdən 6-dan çıxandılar. Bayaq yazanda dedi ki, hələ İstanbula uçacaq, oradan nədir? İndi düz deyil, yolda zətdə alır, yeyirlər, amma evdə yemək hazır olmaq başqadır. Ona görə dedim, belə yemək eləyək, sonra özünüz zakaz edib evdə yeyirsiniz. Sabah mən həm işə gedəcəm, həm ailəni həkimə aparacaq, ona görə də nədir, bugün işlərimi xeyli yekunlaşdırmalıyam ki, mən sabah rahat elə aparım uşağı həkimə göstərək, oradan gətirim mama balabları qoyum, mən işə qaçım. Mən gedim işə. Maşınla kəsərmə toxunur. Hələ 35 dəqiqəsi var, dız-dız işləyir, dayanmadan işləyir. Nə 6-cı gün, nə bugün bazar günü video paylaşmamışam. Yazırsınız, görürəm, üstdən yazılır, amma inanın vaxt eləyib cavab verə bilmirəm. Əslində montaj eləyib paylaşa bilərdim də dünənə, çatdıra bilmədim. Heç cür çatdıra bilmədim. Gecə biz neçə idi yatanda, 3-ün yarısı idi, nə idi yatan, təsəvvürün 7-də də təzdən dur, 5-də durmuşdum, təzdən yatdım, təzdən durdum. Təzdən Aylin durduğun səsinə durdum, belə key kimi. Yavaş, 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 yavaş. Sən git öz otağı səliqəyə sal.
Mənim işim çoxdur, ora gələm. Mən utanmışam. Bilirəm də, heç yoxdur, yatağı uzadı üstünü ört. Bu qədər. Da yeməyimiz əlinə. Bu da yeməyimiz hazır. Qoyum duxovkaya qəşəng pişsin. Ne oldu? Hava alır kızım, hava alır. Hoppa. Nerede o? Hı. Stolumuzun üstüne kirine bak. Heç çıxıb bu ilə həyətdə vapşı oturmamışıq ki. Keçən yenə siz gələndə səhər yeməyi zadı düzəldir. Yadındadır, burada oturub yiyirdim. Heç bu il vapşı çıxıb bir stəkan çay belə içmirəm. Amcalar yoxdur, keyfim yoxdur. Vallahi. Ataş bütün gün otağında. Yəni gizli o tərəfdə. Sen de o tarafta. Ailin de bu tarafta. Qalır nənə tək. Hə başına dönüyor. Ne? Nene senin uzak kolkalarına kurban olsunuz. Partuklar hamısı ləkə-ləkə, hamısı. Hə. Yoxun gəlir. Hı? Necə baxır? Mamasına baxmışdı, nə bunu? Mən uşaqda belə tük ilk dəfədir görüm. Barmağın buraları hamısı sıralama ilə tükdür. Bax. Daydayın şalvarıdır. Bilmirik, heç daydayın əyninə bu şalvar gələnlə olacaq, olmayacaq. Olmaz, ataş yoxdur. Olmayacaq, hə. O yüzden de maşallah uzanıb. Yudumda təmiz verərəm kiməsə. Göndərərəm kəndə zaten. Hə, qızım. Kömrü çağır, kömrü çağır. Kömrü çağır. Dünən kömürdən qorxdu, indi qorxmur. Çağır kömrü. Sal da bunu aşağı. Bunu aşağısı. Akşam balam tort yiyəcək. Xalasının tortundan yiyəcək mənim balam. Ataşa səndən getsin şar alsın da. Mən gedirəm. Dur da, sən Cerkules düzəldənə qədər bu çapalı bir baxın. Hə, gedək Alinə Cerkules Kaşa düzəldir. düzəldim. Gedək. Balama Cerkules üydüm. Balama kaşa pişirir. Hə, Nazım? Ayağın ötər istilənib günün qabağında. Aslanım ürəyim. Bilmişəm. Siz inanırsa, bəlkə də 5-6 dəqiqədir videonu qoymuşam, elə biləm çəkir. Kendime çəkmirmiş. Ay qızım. Hə. Aması nə güzeldir balama. Yam. Yam. Necə baxır diqqətlə. Qolumdan axır su. Mənim qolumdan axır. Aylin. Buna nə elədiysə ağzının suyuna xeyir olmadı. Mən balıcının oğlunda görmüşəm belə Ömərdən жылlar dəhşət ağzından su axırdı. Bir də bunda belə uşaqda görməmişəm, hə? Yox. Aha, parmağını tuttum. Qızım. Gələnin bu vaxt oturacaq burada. Nənəsinə yumurta qıracaq. Onu tökəcək. Balam keks pişirəcək. Hə, başına dönüm. Ay Soli nənə tort pişirək. Ay Soli nənə keks pişirək. Elə deyəsən, başına dönüm. Hə. Oradakı nənələr, xalalar da sənə baxacaq deyəcəm. Maşallah halinə. Maşallah halinə. Maşallah. Maşallah balama maşallah. Hə, Nazım? Qurban olaram sənə hər şeydən xəbərsiz oturum Mansum benim. Sabah görək balama nə deyəcəklər. Hə, Nazım? Hı? Nə oldu Anjela, ahın dağları? Qorxmaz. Anan ölməyib. Ən yaxşı həkimlər aparacaq. Mamam fikir eləmişdi, ay. Mamam fikir eləmişdi. Anası nətər ah çəkir.
Al kızım. Anacığım. Anacığım. Al çiçeğim. Heh. Aha. Aha. Sonra sokursan öyürsen sonra. Heh. Örteni 6 aylıq olasın. Oturmağı örgün. Can. Maması kaş hazır. Gece erples hazırlayacaqdıq. Dedik gec olar. Pişənə qədər bu kriz keçirlər. Sen o gilas dodaqlarına qurban olsun nənəm. Gilas dodaqlarına nənə qurban olsun nənə. Mən də Danino derim. Hər şeyə kəllə məllah derim. O gün derim öd deməsindən derim yod. Danilo. Den axı nənəm bilib alıb ki, sən niyə nənəmə gülürsən? Mama deyinin. Nənəm axı bilib alıb ki, başına dönüm. Biz də elə ediyək. Nənə rəhmətli yadında da küsürdü. Nəysə deyəndə deyirdim ki, may mama elə demirlər. Yuxun gəlir. Ay yuxun gəlir. Ay yuxun gəlir. Son. Bir dənə onu bilir. Hə. Yem ayı. Nenesi, balım balım konfetim. Can, marmeladım, şokoladım. Yondu tökdü saçımı. Yondu tökdü saçımı. Ay nədir basla benim. Az nədir basla benim. Can, olmaz nənə. Olmaz nənə. Dişi qaşımır. Maması 5 ayını 2 dənə diş çıxardı. Bunda ələ etsin yoxdur. Rezini var, rezini salmır ağzına. El eləmə, bax, öyürsən. Yoma, saçı yoma. Saçını yoma, boşuna dön. Güzel qızım, nazlı qızım. Canında deyən, axşam çimizdirəcəm balanı. Saçı elə seyrədi ki, belə gür görsən, amma saçın dibi görsənir. Seyrəydi balamın saçı. Seyrəydi balamın saçı. Dibləri görsənir. Gidəyə balanın maması kaşasını apardı. Gidəyə. Ne istəyirsən? Gidək biz, ya Allah. Mən də yavaş-yavaş hazırlaşım, saçımı yuyum. Çünki nənə gedəcək xalasını gətirməyə. Nərgiz sevinliyindən uçacağı Nərzə sürpriz edirik. Demişik ki, Aylin gələ bilmir. Demişik, Aylin gəlmir. Deyir, ey ana. Deyirəm, heç olmaz nə, ana qurban. Gələn həftə biz gedərik. Hə, başına dönüm. Aha, gördü telefonu. Telefonu gördü bu qızım. Bu qız telefonu gördü. Ay, can. Can, dişin qaşınır. Sonra öyürsən də eləmə. Əlvi salmaq. Güllər də çıxardıb ora əkmişəm. Aylinə belə yer düzəltmişəm. Aylin telefon xoruzdur. Ay qız, deyəndə saçın dibinə bax necə seyrəkdir. Uzan söz deyirəm, uzan nənə qurban. Apardı nənəsi ilə maması bunu çimizdirdi. İndi də yatır balam. Hə. Balamın qəşəng yeri. Onu da divara tərəf qoymuşam ki, başın gec çırpmasın. Yat, şirin yuxular yuxusu gəlir. Yat başına deyim, yat. Saçı ucu yağlandı. Bu da nənəsinə oxşub atalan alı olsun.